Değerli izleyiciler, her birinizi salamlayıram. Ben biyoloji müəllimi Ümid Məmmədov. Bugün, yani iyun ayının 24'ü 2026. ildə OTK tərəfindən sınaq keçirilmiştir. Və bu sınaqdan 11-ci siniflər üçün olan biyologiya suallarının izahını sizinlə bölüşmək istəyirəm. İzahımıza keçməzdən əvvəl sizlərdən ricam odur ki, zəhmətə hörmət olaraq videomuzu bəyənəsiniz və həmçinin də əgər kanalımıza abunə deyilsinizsə abunə olasınız və həmçinin də videomuzu yaxın çevrənizlə bölüşəsiniz. Və keçid alırıq suallarımıza. Birinci sualımız may böcəyinin ayaq qoğumlarının bədənə birləşən hissəsindən başlayaraq düzgün arıcılığını müəyyən edin soruşur. Burada 7-ci sinif dərsliyinə əsasən arıcılıq belə olmalıdır. Çanaq, burma, bud, baldır və pəncə. Bu arıcılıq da A variantında verilmişdir. İkinci sualımızla davam edirik. Atmosfer haqqında olan fikirləri istəyir. Həcmi daha çox olan geosfer qatıdır. Bu doğrudur. Bütövlükdə biosferin tərkibinə daxildir. Xeyr, yanlışdır. Canlıların ilk beşiyi hesab olunan geosfer qatıdır. Bu hidrosferdir. Yanlışdır. Ən aşağı təbəqəsi Yunancadan tərcümədə dəyişiklik və kürə mənasını verir. Ən aşağı təbəqəsi troposferdir. Bu da dəyişiklik və kürə mənasını verir. Doğrudur. Ən aşağı təbəqəsi qat və kürə mənasını verir. Bu stratosfer sözünün mənasıdır. Bu da ən aşağı təbəqə deyil. 1-4 Y variantı olur sualımızın doğru cavabı. Davam edirik növbəti sualımızla. Üçüncü sualımızda dəvə-dabanı bitkisində yeraltı şəkil dəyişmə və həmçinin toxumların küləklə yayılmasını təmin edən vasitəni soruşur. Dəvə-dabanında deməli, yeraltı şəkil dəyişmə kökümsok olmalıdır. Yəni, ya C variantı olacaq, ya D variantı. Və toxumların küləklə yayılması. Dəvə-dabanında səhv etmirəmsə, qarmaqcıq olmalıdır. Amma qarmaqcıq da küləklə yayılmanı yox. Yəni, insan paltarına, heyvanların tükünə, yununa yapışaraq yayılmanı təmin edir. Yəni, qanadcıq mən bilən dəvə-dabanında olmur. Yəni, düşünürəm ki, bu sualda cüzi olaraq yanlışlıq var. Əgər fikrimdə yanılmışamsa, inşallah videomuzun rəy bölməsinə qeyd edərsiniz. Mən bu sualımızın cavabını belə deyək də seçim arasında qalaraq C variantı götürürəm. Dördüncü sualımızda davam edək. İnsanın ifrazat sisteminin sidiyi toplayan orqanı bu sidik hissəsidir. İfrazat sisteminin iki orqanı ilə bilavasitə birləşir. Bu yanlışdır. Çünki həm sidik axarlarla birləşir, həm də sidik kanalı ilə. Bunlar da cəmi 3 orqandır. Ektoderma mənşəli epiteliyə malikdir. Bu da yanlışdır. Çünki endoderma mənşəlidir. Mədəaltı vəzi ilə eyni bədən boşluğunda yerləşir. Bu yanlışdır. Çünki mədəaltı vəzi qarın boşluğunda, sidik hissəsi isə çanaq boşluğunda yerləşir. Endoderma mənşəli epiteliyə malikdir. Bəli, bu doğrudur. Nefronlardan təşkil olunmuşdur. Yanlışdır. Çünki nefronlardan təşkil olunan orqan böyrəklərdir. Davam edirik 5-ci sualımızda. 5-ci sualda şibiyə tallomunun quruluş sisteminə əsasən doğru mülahizələri soruşur. Yuxarı qabıq qatı, daxili isə və aşağı qabıq qatı. Üçün hüceyrələrində, yəni aşağı qabıq qatında həm nişasta, həm də glikogen toplanır. Yuxarı və aşağı qabıq qatında yalnız göbərək miselləri olan hissədir. Ona görə göbərəklərdə nişasta olmur. A variantı yanlışdır. Birin hüceyrələrində həm xitin, həm də glikogen olur. Bir göbərək olan hissədir. Bəli, bu doğrudur. Həm xitin, həm də glikogenə rast gəlinir. Keçid alırıq 6-cı sualımıza. 6-cı sualımızda A, B, C, D, Y, K arıcılığını müəyyən etməyi soruşur. Seçmənin növləri, biz seçmənin iki növü olduğunu bilirik. Təbii seçmə və süni seçmə olacaq. Əgər burada hərəkət verici və didroktiv seçmə varsa, deməli bu təbii seçmənin növləridir. Digəri də süni seçmə olacaq. Yəni A-ya təbii seçmə yazırıq, B-yə də süni seçmə yazırıq. C təbii seçmənin üçüncü digər növüdür. Bu stabilləşdirici seçmə olacaq. Stabil yazdıram burada. Və süni seçmənin iki növü var. Körtəbii və metodiki seçmə. Yəni fərdi seçmə metodiki seçmənin növü olduğuna görə D-yə metodiki yazıram. Y-yə yazıram körtəbii və K da kütləvi seçmə olacaq. Və arıcılığımızı qeyd etsək, deməli təbii 4-dür. A-ya 4 qeyd edirik. Süni 6-dır. 6 qeyd edirik B-yə.
Sonra C-yə stabilləşdirici 2 qeyd edirik. Yəni 4, 6, 2. Sonra metodiki olacaq 1, 4, 6, 2, 1. Körtəbi olacaq 5, 4, 6, 2, 1, 5. Bu da C variantına uyğun gəlir. Doğru cavabımızı qeyd edirik. Növbəti sualımız 7-ci sual. Yaxın qohum çarpazlaşma haqqında olan fikirlərdən hansının doğru olduğunu müəyyən edəcəyik. Homoziqotluğun azalmasına səbəb olur, xeyr, artmasına səbəb olur. Təsərrüfat əhəmiyyətli əlamətlərin möhkəmləndirilməsi məqsədilə aparılır, bu doğrudur. Heyvanlar aləminin nümayəndələrində tətbiq olunmur, yanlışdır. Müxtəlif növlərə aid olan canlılar arasında aparılır, xeyr, eyni növə aid olan canlılarda aparılır. Heteroziqotluğun artmasına səbəb olur, xeyr, azalmasına səbəb olur. Davam edirik 8-ci sualımızda. 8-ci sualımızda quş əpəyi bitkisi haqqında olan fikirlərə nəzər edəcəyik. Quş əpəyi bitkisinin toxumunda bilirik ki, quş əpəyi ikiləpəllər sinfi xaçseklər xəstəsinə aiddir. Ehtiyat qida maddələri elə keçmişik ki, rüşemin tumurcuqdan başqa digər hissələrində toplanır. Ona görə endospermdə toplanır dediyi üçün A variantını yanlış olaraq götürərik. B bəndi rüşem bütövlükdə endosperm ilə əhatə olunur. Ümumiyyətlə yetişmiş toxumlarda endosperm olmur bunlarda. Ehtiyat qida maddələrinin toplandığı hissələr ziqotdan inkişaf edir. Yəni toplandığı hissələr rüşemin hissələridir. Rüşemin hissələridir. Deməli, burada rüşemdə ziqotdan inkişaf edir. C variantı doğru fikirdir. D variantı qabıq yalnız ana bitkinin əlamətlərini saxlayır və adətən nazik olur. Ana bitkinin əlamətlərini saxlayır, bu doğrudur. Amma nazik olur fikri düşünürəm ki, yanlışdır. Ehtiyat qida maddələri rüşemin bütün hissələrində toplanır, bu da yanlışdır. Hansı proses insanın həzm kanalında baş vermir? Zülal amin turşusuna parçalanır, doğrudur. Selluloza glukozaya parçalanır, bu yoğun bağırsaqda baş verir, doğrudur. Glukoza karbon qazına parçalanır, bu yanlışdır. Çünki bu hüceyrə daxilində baş verən prosesdir. Yağ, gliserin və yağ turşularına parçalanır, nişasta da glukozaya parçalanır. Yəni, bu həzm kanalında baş verən enerji mübadiləsinin hazırlıq mərhələsidir. Burada da iri molekullar kiçik molekullara, yəni polimerlər monomerlərə parçalana bilər. Deməli, davam edirik. Onuncu sualımız foraminiferlərlə qırmızı mərcan poliplərinin oxşar xüsusiyyəti. Hər ikisində xarici skeletin olmasıdır. B variantını götürəcəyik. Tarantulun aid olduğu dəstənin ilk nümayəndələri meydana çıxmışdır. Tarantul aiddir hörümçəklər dəstəsinə. Hörümçəklər meydana çıxmışdır. Daş kömür dövründə B variantı götürərik. Nereye tənəffüs edir? Bütün bədən səthi ilə suda həll olmuş oksigenlə. D variantı olacaq. Doğru cavabımız. 13-cü sualımızla davam edərik. Deməli, qalıqları Avustraliyada tapılan insan qrupu üçün doğru ifadəni müəyyən edin. Qalıqları Avustraliyada tapılan sadəcə kromanyonlardır. Beyin həcmi 1400 yox, 1600-dür. İlk dəfə dinin rüşemləri yaranmışdır. Neandertallarda yaranıb. Təkamülündə sosial amillərin rolu daha üstün olmuşdur. Bu doğrudur. Çünki yəni, həm əməklə daha geniş məşğul olublar, həm nitq qabiliyyətləri olub, ictimai həyat tərzinə malik olublar. O cəhətdən sosial amillərin rolu daha üstün olmuşdur. Qalıqları ilk dəfə Asiyada yox, Avropada tapılıb, qaşüstü yastıcıqlarda bunlarda yox idi. Katarakt büllurun bulanmasıdır. Büllur da şəkildə 2 rəqəmi ilə verilmişdir. B variantı doğru cavabdır. 1 burada buynuz qişadır, 2 büllurdur, 3 bəbəkdir, 4 torlu qişadır, 5 isə şüşəyə bənzər cisimdir. Davam edirik 14-cü sualımızla. Down xəstəliyinin əlamətlərindən deyil. Down xəstəliyində dabanda büküşlər olur. A bəndi aiddir. Meymun ovcu var. 9-cu sinif dərsində qeyd olunub. Yəni kiçik ovca malikdir. Bu doğrudur. Nazik dar burun bu yanlış olar. Çünki sifətə yayılan geniş buruna malikdirlər. C variantı yanlışdır. Kəmağıllıq var. Dar göz yarıqları da var. Yetkin sfaqnum mamırı quş mamırından fərqli olaraq öz çəkisindən 20-25 dəfə daha çox sudur. Ona görə ki,
20-25 dəfə çox soğudur. Ona görə ki, onlarda gövdə və yarpaqlarında ölü hüceyrələr var. A variantı sualımızın doğru cavabı olacaq. Retroviruslar RNT tərkibli viruslardır. Ona görə retrovirus adlanır ki, onlarda RNT-dən DNT sintez olunur. Normalda DNT-dən RNT sintez olunmalıdır. Ona görə RNT üzərində DNT sintez olunur fikri doğrudur. İkinci fikir yanlışdır. 2 yanlışdırsa 2 olan cavabları silirik. Ya 1-3-4 ya 1-3-5 olur. İrsi material zülal tərkibli kapsid ilə qorunur. Bu doğrudur. İrsi material urasil azot əsasına malikdir. Bu doğrudur. Çünki RNT tərkibli virusdur. Ona görə B variantı olur sualımızın doğru cavabı. Davam edirik. Növbəti sualımız. Çarpaz tozlanan iki evli bitkidə iki qat mayalanmada iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmi 7-dir. Yəni, qeyd eləsəm, iki spermi, üstə gələk yumurta hüceyrə, üstə gələk mərkəzi hüceyrə bərabərdir 7N. İki evli bitki qeyd elədiyi üçün erkək və dişi bitkilər fərqli bitkilərdir. Burada spermilər bir-biri ilə eyni xromosoma malikdir. Yumurta hüceyrə neçədirsə, mərkəzi hüceyrə onun 2 mislinə bərabərdir. Yumurta hüceyrənin xromosom dəstini verib B. Mərkəzi hüceyrə deməli 2B olacaq. Və sperminin xromosom dəstini də A verib. Spermiləri 2A olaraq qeyd edəcəm. Yəni, biz böyük ehtimal burada sistem təmini qurarıq. A plus B bərabərdir 3N. 2A üstə gələk 3B bərabərdir 7N olacaq. Və yuxarıdakı tənlikdən A-nı tapsaq, A bərabərdir 3N çıxılsın B. Onu gətirib aşağıdakı tənlikdə yerinə qoyarıq. 2 vurulsun, 3N çıxılsın B, üstə gələk 3B bərabərdir 7N. 6N çıxılsın 2B, üstə gələk 3B bərabərdir 7N. Mənfi 2B üstə gələk 3B bu B-dir. B bərabərdir 6N-i digər tərəfə keçirsək, 7N çıxılsın 6N N-dir. B bərabərdir N. Bizdən nə istəyirdi? Erkək bitkinin xromosom dəstini hesablayın. Erkək bitkinin xromosom dəsti B N-dirsə, A plus B 3N-dirsə, deməli A plus B bərabərdir 3N, yəni A plus N bərabərdir 3N, A bərabərdir 2N. Spermin xromosom dəsti A olduğuna görə bitkinin özü spermindən 2 dəfə çox olmalıdır. Ona görə erkək bitki xromosom dəsti olacaq 4N. Və düşünürəm burada sualımızın doğru cavabı Y variantı olacaq. Rentgen şüalarının yüksək dozaları. Yəqin ki, zərərli olacaq. Yəni, bizə zərərli, belə deyək, fikirləri götürərik. Selektiv işığın keçiriciliyini pozur. Düşünürəm ki, bu doğru olar. Orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Xeyr, müqaviməti artırmaz. Əksinə zəiflədər. 2 olan variantları silirik. Ya 3-4-5 ya 1-3-5 olur. Biri götürmüşdük. Yəqin ki, 1-3-5 olar. Qanın müdafiə xüsusiyyətini zəiflədir. Bu doğru olar. Fagositlərin aktivliyini artırır. Bu, müsbət xüsusiyyət olduğuna görə bu olmaz. Orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır. Bəli. Cavab Y variantı 1-3-5 olacaq. 20-ci sualımız uşaqlıq borusunda baş verə bilər. Mayalanma baş verə bilər. Bir doğrudur. Sarı cismin əmələ gəlməsi yumurtalıqda baş verir. Ovulyasiya yumurtalıqda baş verir. Yumurta hüceyrənin tam yetişməsi uşaqlıq borusunda baş verir. Ziqotun uzunluğuna bölünməsi baş verə bilər. Dölün əmələ gəlməsi baş verməz. 1-4-5 olacaq doğru cavabımız, yəni C variantı. Quşların hava kisələri barəsində doğru olmayan ifadəni müəyyən edin. Həcmi uçan quşlarda
Uça bilməyənlərin nisbətən kiçik olur. Düşünürəm ki, bu yanlış olar. Elə A variantı sualımızın cavabıdır. Uçan quşlarda yəqin ki, daha iri olmalıdır ki, daha çox oksigen tutsun və onları oksigenlə təmin etsin. Ağciyərlə əlaqəlidir? Bəli. Dərinin altında daxili orqanlar arasında yerləşir? Bəli. Uçma ilə əlaqədar olaraq meydana çıxmışdır? Bəli. Tənəffüs prosesində iştirak edir? Bəli. Davam edirik 22-ci sualımızda. Qanun formalı elementləri sağlam insanın qanında, yəni 1 kub millimetrə əsasən müqayisə eləsək, eritrosit minimum 4 milyondur. 4 vurulsun 10 üstü 6. Leykosit minimum 4000'dir. 4 vurulsun 10 üstü 3. Trombosit maksimum 400 mindir. 4 vurulsun 10 üstü 5. Yəni, deməli, nisbətləri tapsaq, x, y, z, deməli, 4 milyon bölünsün 4000 bölünsün 400 min. Minləri ixtisar edirik. 4'ləri də təbii ki, ixtisar edərik. 0 getdi. Bu 4'ün əvəzinə 1 qaldı. Yəni 100 qalır burada. Burada 1 qalır. Burada da sıfırlar getdi. Burada da 1000 qalır. 1000 bölünsün 1 bölünsün 100. Bu da Y variantına uyğun gəlir. 23-cü sualımız refleks ölçüsünün 4-cü hissəsinə aid olan neyron növü bu hərəki neyrondur. Mərkəzi sinir sistemində bozmaların əmələ gəlməsində iştirak etmir. Bu yanlışdır, iştirak edir. İmpulsları bilavasitə işçi orqanlara ötürür. Bu doğrudur. Sinirlərin 2 növünün tərkibinə daxildir. Sinir 3 növdür. Hissi, hərəki, qarışıq. Hissidə yoxdur, hərəki və qarışıq da var. Bu doğrudur. Neyronların digər 2 növü sinaps əmələ gətirə, digər 2 növü ilə sinaps əmələ gətirə bilər. Digər 2 növü, yəni ara və hissi neyron deyir. Hissi neyronla sadə refleks görsündə bəli əmələ gətirə bilər. Ona görə 4 də doğrudur. İmpulsları bilavasitə reseptorlardan qəbul edir. Bu yanlışdır, çünki hissi neyrona aid olan fikirdir. Doğru cavabımız 2, 3 və 4 olacaq. Davam edirik növbəti sualımızla. Bu 24-cü sualdır. DNT molekulunun bir zəncirində. Bir zəncirdən söhbət gedir. Deməli, bir zəncir çəkirik. Bu da digər zənciri də çəkək. Ölçüsü böyük olan azotlu əsasların sayı 15 mindir. Böyük olanlar adenin və guanindir. 15 min adenin üstə gələk guanin. Ölçüsü kiçik olan azotlu əsasların sayı sitozinlə timindir. 10 min sitozin üstə gələk timin. Deməli, bu DNT molekulunda adenin azotlu əsaslarının sayının guanin azotlu əsaslarının sayına olan nisbəti 4 olarsa, hidrogen rabitələrinin ümumi sayını hesablayın. Digər zəncirdə də qeyd eləsək, 15 min timin üstə gələk sitozin. Burada da 10 min guanin üstə gələk adenin olacaq. Ümumilikdə toplasaq 15 min, 15 min, 30 min, 10 min, 10 min, 20 min. Cəmi nukleotit n bərabərdir 50 mindir. N bərabərdir 50 mindir və guaninin azotlu əsasların, deməli, adeninin sayının guaninə olan nisbəti 4-dürsə, adenin bölünsün guanin bərabərdir 4 bölünsün 1 kimi götürsək, yəni adenimiz 4x, guaninimiz x. Deməli, timinimiz də olacaq 4x, sitozinimiz də olacaq x. Cəmi toplasaq 10x. 10x bərabərdir ümumilikdə 50 min nukleotit. X bərabərdir 5 min.
Deməli, guaninlə sitozinimiz X olduğuna görə guanin sitozin 5000'dir və H bərabərdir N üstə gələk S düsturuna görə 50.000 üstə gələk 5000 bərabərdir 55.000 olacaq sualımızın doğru cavabı. Ümid edirəm ki, hər hansı bir diqqətsizliyə yol verməmişəm. Əgər elə bir şey olsa, rəy bölməsində inşallah qeyd edərsiniz. Davam edirik 25-ci sualla və 25-ci suala keçməmizdən əvvəl sizə bir məlumatı bildirmək istəyirəm. Yəni, hal-hazırda 2025-2026-cı ilin imtahanları demək olar ki, bitmək üzrədir, sezon bitir. 2026-2027-ci tədris ili üçün həm yeni dərsliklər əsasında, həm də köhnə dərsliklər əsasında hazırlıqlarımız olacaq. Yeni dərsliklər həm 5-6-cı siniflərdən, təbiət dərsliklərindən biologiyaya aid olan mövzular, həm də 7-ci, 8-ci və 9-cu siniflərin yeni dərsliklər əsasında mövzuları bir yerə toplayacağam, yəni qruplaşdıracağam bölmələr üzrə mövzuları. Onun əsasında 8 və 9-cu sinif şagirdləri, həmçinin də pilot siniflərdə oxuyan 10-cu sinif şagirdləri o qruplara qoşulmaq üçün müraciət edə bilərlər. Köhnə dərsliklər əsasında dərs keçən 10 və 11-ci sinif şagirdləri isə yəni onlar da əvvəlki kimi hazırlıqlara davam edəcəklər. Hər iki qrupa qoşulmaq üçün 051 755 39 08 WhatsApp nömrəsinə yazaraq həm məlumat ala bilərsiniz, həm də adınızı qruplarımıza qeyd edə bilərsiniz. Davam edirik 25-ci sualımızda. 25-ci sualımızda diaqramda örtülü toxumların fəslərindən birinin çiçək düsturunda bəzi strukturların sayı arasında münasibət verilir. Bu fəslənin nümunələrinin xüsusiyyətlərini müəyyən edin. Kasa yarpaqları və ləçəklər hər birisi x-dir, erkəkliklər 1,5x-dir. Fəslələrdə biz keçmişik, xaçəklər fəsləsi K4, L4, Y6, D1. Yəni, kasa yarpaqları 4, erkəkliklər 6. Bu uyğun gəlir. Xaçəklər ola bilər. Gülçəklərdə erkəklik sonsuzdur. Bu 1,5x olmaz. Paxlallarda erkəklik 2 dəfə çoxdur. Çünki 10 erkəklikdir, 5 kasa yarpağı, 5 ləçəkdir. Deməli, mürəkkəbçəklərdə deməli, erkəkciklə ləçək kasa yarpağı 0-dır. Ona görə uyğun gəlməz. Bu adımdan çəklərdə də bərabərdir. Yəni, bu xaçəklər fəsləsidir. Meyvəsi açılmayan quru meyvədir. Açılmayan quru meyvədir. Bu yanlışdır. Çünki buynuz meyvə açılan meyvədir. Əksəriyyətində toxum qabığı yaxşı inkişaf etmişdir. Məncə bu doğrudur. Çiçəkləri ətirli və nektarlı olub, çarpaz tozlanırlar. Yəni, düşünürəm ki, çarpaz tozlanırlar. Doğrudur. Çiçəklərində kasa yarpaqları bir-birinə bitişikdir. Xeyr, sərbəstdir. Bəzi nümunələrində kökün şəkil dəyişməsinə rast gəlinir. Turpdur, şalğamdır, məsələn, bunlar da rast gəlinir. Bu doğrudur. Yarpaqları gövdə üzərində qarşı-qarşıya yerləşir. Bu deməli, gicgitkən, reyhan, nana, yasama bitkilərində var. Amma bunlara aid deyil. 6 yanlışdır. 2, 3, 5 olacaq sualımızın doğru cavabı. 26-cı sualımızda davam edirik. İnsan skeletinin şəkildə göstərilən hissəsi üçün doğru ifadələri müəyyən edin. Şəkildə göstərilən hissə aşağı ətrafın skeletidir. İki növ sümüklə bilavasitə birləşir. Aşağı ətraf skeleti birləşir. Qarşı yəni çanaqla birləşir. Bir də oma ilə birləşir. Biri yastıdır, biri qarışıqdır. Düşünürəm ki, bir doğrudur. 3 sümüyü qırmızı sümük iliyinə malikdir. Bəli, 2 baldır, 1 buddur. Üzr istəyirəm, xeyr. 3 sümüyü sarı sümük iliyinə malikdir. Amma qırmızı sümük iliyi demək olar ki, bütün sümüklər, demək olar deyəndə ki, bütün sümüklərində var. 2 yanlışdır. Oynaqların əmələ gəlməsində uzun borlu sümüklərdən ikisi iştirak edir. Bəli, bu bud və qamış sümükləridir.
incik sümük iştirak etmir. Bükülməsini dördbaşlı bud əzələsi təmin edir. Aşağı ətrafın bükülməsini təmin edir. İki başlı bud əzələsi açılmasını dördbaşlı bud əzələsi təmin edir. 4 yanlışdır. Sümüklərin 3 növündən təşkil olunmuşdur. Deməli, yastı sümük var, uzun sümük var, bir də qısa sümük var. Bəli, bu doğrudur. Gövdənin sümükləri ilə bilavasitə birləşmir. Xeyr, birləşir. Olma ilə birləşir çünki. Yəni, burada 1, 3 və 5 olur doğru cavab. 27-ci sualla davam edirik. Uyğunluğu müəyyən edin. Qabırğalar və döş qəfəsi mövcud deyil bir də. 2-də qabırğa var, amma döş qəfəsi yoxdur. 3-də qabırğa da var, döş qəfəsi də var. Kərtənkələdə qabırğa da var, döş qəfəsi də var. Yəni, A bəndi 3-ə aid olacaq. Neystərçədə qabırğa da yoxdur, döş qəfəsi də yoxdur. B bəndini yazarıq 1-ə. Alligator timsahdır, hər ikisi var. Deməli, farel balıqdır, qabırğa var, döş qəfəsi yoxdur. Şamay da balıqdır, qabırğa var, döş qəfəsi yoxdur. 1-ə B, 2-yə D, 3-ə A və C aid olacaq. Qaldı situasiyamız və situasiya sualımıza baxaq. Şəkildə dişi heterogametliyə malik diploid çiçəkli bitki, yəni çiyələk bitkisi verilmişdir. Vegetativ yolla çoxalması təsvir olunmuşdur. Bitkinin cədvəldə verilən hüceyrələrinin cinsiyyət xromosomlarının mümkün 2 variantını yazın. Mərkəzi hüceyrənin cinsiyyət xromosomları, mərkəzi hüceyrə dişi bitkiyə aiddir. Dişi bitki XY cinsi xromosoma malik olduğu üçün əgər mərkəzi hüceyrə X xromosomlu makrospordan başlanğıc götürürsə, XX olacaq. Y xromosomlu makrospordan başlanğıc götürürsə, YY olacaq. Ürşem hüceyrəsinin cinsiyyət xromosomları ya X xromosomlu yumurta hüceyrə ilə X xromosomlu spermi birləşir, zigot XX olur. Yəni, ürşemdə XX olur. Ya da X spermi ilə Y yumurta hüceyrə birləşir, olur XY. Endosperm hüceyrəsi ya yenə də X xromosomlu spermi ilə XX mərkəzi hüceyrəsi birləşir, olur XXX. Ya da X xromosomlu spermi YY ilə birləşir, olur XY. Y cinsi xromosomlu endosperm. Keçid alırıq 29-cu suala. 29-cu sualımızda bitkinin vegetativ çoxalmada bilavasitə iştirak edən strukturu bığcıqdır. Yəni, 1-ə bığcıq yazarıq. 2 və hansı orqan şəkil dəyişməsidir? Bu, gövdə şəkil dəyişməsidir. Bu bitkinin çiçək düsturunu tiyələk bitkisi gülçəklər fəsiləsindən ülkəciklərin sayı 12-dən çox olan nümayəndəsidir. Yəni, K5, L5, Y sonsuz, yəni 12-dən çox. Dişicik də sonsuzdur burada. D də sonsuz olacaq. Və aid olduğu fəsilə. Aid olduğu fəsilə də gül çiçəklilər fəsiləsidir. Bu qədər. Ümid edirəm ki, hər biriniz üçün aydın oldu. Əgər bir iradınız, fikriniz varsa, təklifiniz varsa, rəy bölməsinə qeyd edərək bildirə bilərsiniz. Bugünlük bu qədər. İnşallah növbəti videolarımızda görüşənədək hələlik.